Başlayaq dərsimizə. Yaxşı. Bugün keçirik nəyi? Təsriflənən feilləri. Nələr? Təsriflənən feillər. Feil ümumiyyətlə özü iki böyük hissəyə ayrılır. Hüseyin müəllim, zəhmət olmaz qulaq as. Bir təsriflənən feillərdir, bir də təsriflənməyən feillərdir. Təsriflənən feillərin digərindən fərqli cəhəti odur ki, şəxsə və kəmiyyətə görə neyinir? Dəyişir. Bunu izah eləyək. Nə deməkdir şəxsə və kəmiyyətə görə dəyişmək? Məsəl üçün, hər hansı bir feil şəkli. Deyək ki, şərtlə olan bir şəkil. Oxusa. Olacaq nə? Mən oxusam, sən oxusan, o oxusa. Gördünüzmü? Hər üç şəxsə uyğun olaraq ayrı-ayrılıqda şəxs sonluqlar qəbul elədi. Təbii ki, bunu da qəbul eləmədi. Amma şəxs olaraq bilirik ki, bu üçüncü şəxs aid. Amma oxumaq məstərini şəxslərə görə dəyişəmirik. Mən oxumağam, sən oxumaqsan, o oxumaqdır, o birisi də axmaqdır. Başa düşdünüz? Olmayacaq. Sonra növbəti nə var? Zamana görə dəyişmək. Təsriflənən feil zamana görə dəyişə bilir. Təbii ki, zaman şəkilçiləri var, özünüz bilirsiniz, uşaq vaxtından keçmisiniz. Zaman şəkilçiləri indiki, keçmiş və gələcək olaraq. Məsəl üçün, oxumaq feilini götürək yenə. Oxuyuram, şəxsə və zamana görə. Oxudum, baxın, zamana görə dəyişdi, mən oxudum. Şəxs olaraq da yeni istifadə oluna bilir. Oxuyacağam, oxuyacaqsan, şəxsə görə də dəyişirik, zamana görə də dəyişə bilirik. Başa düşdünüz? Feilin şəxsə və zamana görə, kəmiyyətə görə dəyişməsi budur. Kəmiyyət nədir bəs? Yaxşı. Kəmiyyət. Kəmiyyət də odur ki, mən oxuyuram. Bunu biz cəm versiyasına keçirəndə necə olacaq? Biz oxuyuruq. Həmçinin ola bilir ki, o oxuyur, cəm şəkildə artırırıq, onlar oxuyurlar. Nənə qurban sənə. Başa düşdünüz? İndi keçək görək hansı təsriflənən feilimiz var. Uşaqlar, feilin təsriflənən formaları nə adlanır? Feilin şəkilləri adlanır. Feilin neçə dənə şəkli var? 6 şəkli var. 6 dənə şəkil çəkdirir. Hansı şəkillərdir? 1. Feilin əmr şəkli. Feilin əmr şəklinin uşaqlar xüsusi nəyi yoxdur? Şəkilçisi neto. Nədən istifadə edir? Şəxs sonluqlarından istifadə edir. İndi baxaq, nədir şəxs sonluqları? Şəxs sonluqlarını ismin xəbərli şəkilçisi ilə qarışdırmaq olmaz. Orada tamam başqadır, burada həyat başqa cürə, orada həyat başqa cürə. Baxaq görək nə var. Hansı feili götürək, əmr olaraq işlədək. Abituriyent üçün ən önəmli şey oxumaqdır, elə deyilmi? Baxaq. Oxu feili. Mən oxu, yoxsa mən oxuyum şəkilçisi. Sən oxu, əmr verirəm. Demək ki, ikinci şəxsdə şəxs sonluğu işlənmədi. O oxusun. Sın üstü 4. Gördünüzmü? Orada nə idi? Dır üstü 4. Burada nədir? Sın üstü 4. Şəxs sonluqları bunlardır. Keçdik cəm versiyamıza. Biz oxuyaq. Siz oxuyun. Niyə oxuyasınız? Ası var axı orada. Siz oxuyun, ın üstü 4. Onlar oxusunlar. Birlikdə nədir? Şəxs sonluğudur. Başa düşdünüzmü? Feilin əmr şəkli budur. Uşaqlar, feilin əmr şəkli heç bir hissəciklə işlənmir. Yəni, nə idi, nə imiş, nə isə hissəciyini qəbul eləmir. Feilin əmr şəklinin dedik ki, xüsusi bir şəkilçisi yoxdur və feilin əmr şəkli, baxın, gələcək zaman məzmunu bildirir. Gələcək zaman məzmunu. Bu nə deməkdir? Baxın, məzmun bildirmək başqa şeydir, zamanın özünün işlənməsi başqa şeydir. Mən oxuyacağam, gələcək zaman bildirən şəkilçi qəbul edib. Bu, oxuyacağam feili gələcək zamandadır. Amma
Mən oxuyum feili gələcək zamanda deyil. Feilin əmr şəklindədir. Gələcək zaman məzmunu bildirir. Niyə görə məzmunu bildirir? Mən oxuyum deyəndə, mən oxuyum deyirsən və ondan sonra götürürsən, kitabı oxuyursan. Hadisə dediyin vaxtdan sonraya keçmiş oldu. Sonra baş verəcək. Başa düşdünüz? Dəniz. Anladıq? Gözəl. İndi keçirik ikinciyə. İkinci feilin xəbər şəklidir. Xəbər şəklinin də uşaqlar Nihat nə olub? Xüsusi şəkilçisi yoxdur. Nələrdən istifadə eləyir? Zaman şəkilçilərindən. Neçə zamanımız var idi? Keçmiş zaman, indiki zaman və gələcək zaman. Başlayaq keçmiş zamandan. Diqqətli olun burada, baxın. Zaman şəkilçiləri amonim şəkilçilərdir. Harda zamanla digərlərini, feildən düzələn ismi, feildən feil düzəldəni və yaxud da nə bilim hissəciyi, bunları qarışdırmamaq üçün diqqətli olmaq lazımdır. Keçmiş zamanın özü də bölünür iki hissəyə. Nəqli keçmiş zaman, bir də şuhudi keçmiş zaman. Şuhudinin şəkilçisini yadınızda saxlayın. Şuhudi. Baxın, sonunda gəlir bu di. Şuhudinin elə şəkilçisi budur. Yəni, d üstü 4. Bir də nəqli keçmiş zaman var. Mış üstü 4. Nəqli keçmiş zamanın başqa bir şəkilçisi ıb üstü 4'dür. Yəni, bunlar bir-birinə sinonimdir. İndi baxmaq lazımdır. Nəqli keçmiş zamanda nəqlidir. Bax, nağıl bildirir, nağıl edir. Nağıllarda necədir? Biri varmış, biri yoxmuş. Bax, o kimi. Dəqiqlik bildirmir. Yadda qalsın. Ib şəkilçisi birinci şəxsdə mışı əvəz eləyə bilmir uşaqlar. Digərlərində isə əvəz eləyə bilir. Baxaq, mən oxumuşam. Deyə bilirikmi mən oxuyubam? Olmadı. Sən oxumuşsan, deyə bilirikmi sən oxuyubsan? Uşaqlar, deyə bilirik axı, sən oxuyubsan. Deyə bilmirik. Dərs oxuyubsan, oxuyubsan. O oxumuşdur, bax, oxumuşdur deyirik, oxumuşdur. Və bunu birbaşa sadəcə oxuyub deyərək əvəz eləyə bilirik. Dır xəbərli şəkildə də artıra bilirik. Artırmasaq da problem yoxdur. Amma o oxumuş deyəndə mütləq şəkildə dır xəbərli şəkilçisini artırmalıyıq. Anladıqmı? Keçdik cəmə. Biz oxumuşuq, amma biz oxuyubuq deyə bilmirik. Elədirmi? Siz oxumuşsunuz, siz oxuyubsunuz. Əvəz elədir. Onlar oxumuşlar, oxumuşdurlar, onlar oxuyub da deyə bilirik, onlar oxuyublar da deyə bilirik. Uzlaşmanın pozulmaması üçün oxuyublar deməmiz daha məqsədə uyğundur. Anladıqmı? Ay, sağ ol. Mış şəkilçisinin amonimliyinə baxaq uşaqlar. Mış şəkilçisinin amonimliyi. 1. Nəqli keçmiş zaman şəkilçisidir, izah elədim. Feili sifət şəkilçisidir. Yerinə görə feili bağlama şəkilçisidir və imiş hissəciyinin qısalmış formasıdır və keçmiş deyə isim düzəldən şəkilçisidir, leksik şəkilçi. Bunu izah elədim. İmişi də hissəcikləri izah eləyəcəm. Feili bağlama kimi madan şəkilçisinin sinonimi kimi çıxış eləyir. Məsəl üçün, deyir ki, gecədən xeyli keçmiş, yox, madan yox, üzr istəyirəm uşaqlar, anda şəkilçisinin sinonimi kimi. Gecədən xeyli keçmiş qayıtdı. Nə zaman qayıtdı? Gecədən xeyli keçəndə qayıtdı. Bax, burada olur feili bağlama. Feili sifət kimi, məsəl üçün, deyirəm ki, oxumuş insan bir başqadır. Necə insan? Oxumuş insan. Bu artıq təyin olmuş olacaq. Nə oldu bu? Feili sifət oldu. İmişlə, məsələn, keçmiş ismi var da, keçmiş keçmişdə qaldı. İsim düzəldir, leksik şəkilçi kimi. İmişdəki həmişə zaman şəkilçilərindən və digər şəkil şəkilçilərindən sonra gələn mış olanlara baxırıq. Məsəl üçün, yazırmış. Yazırmış da sözün kökü yaz, indiki zaman. Mış artıq nə olacaq? Yazır imiş. İmiş hissəciyinin qısalmış, şəkilçiləşmiş forması. Asim.
Başa düşürəm, dərs oxumaqdan başın qaşımağa vaxtın yoxdur. Burada qaşırsan. Anladın? Nə anladın? İnşallah. İnşallah testi görəcəyik. D şəkilçisi isə bəllidir. Oxudu, oxudum, yazdı, yazdın. Düzdürmü? O yazdı. Bunlarda da üçüncü şəxs də var. Mən yazdım, sən yazdın, o yazdı. Neçənci şəxs də şəxs sonluğu qəbul eləmədi? O yazdı. Üçüncü şəxs. Biz yazdıq, siz yazdınız, onlar yazdılar. Burada ları mən əslində cəm şəkilçisidir deyirəm. Bəzi müəlliflər də şəxs sonluğudur deyirlər. İndi Allah axırımızı xeyir eləsin. Keçmiş zaman başa düşdük uşaqlar. Gözəl. Keçirik indiki zamana. İndiki zaman düzəlir. Ir üstü 4 şəkilçisindən hərəkətin indi yerinə yetirildiyini bildirir. Məsəl üçün deyirəm ki, Kamran dırnaqlarını yeyir. Hal-hazırda yeyir, indiki zamandır. Elə deyilmi? Və yaxud da Əli yuxulayır. Ir indiki zaman. Zaman şəkilçiləri həm də yadınızda qalsın uşaqlar. Vurğu qəbul edən şəkilçilərdir. Zaman şəkilçiləri vurğu qəbul edir. Oxuyur, yazır, yazdı, yazacaq. Hamısında vurğun qəbul edirlər. Ona görə də hissəciklərlə qarışdırmamaq üçün buna diqqət eləmək lazımdır. Hissəciklər vurğu qəbul etməyəndir. Zaman şəkilçiləri vurğu qəbul edəndir. O cəhətdən də onları bir-birindən ayırmaq olur. Deməli, mən yazıram, sən yazırsan, bunlar onsuz da uşaq şeylərdə onları izah eləmək. Ir şəkilçisini isə amonimliyinə izah edeyim. Deməli, 1 zaman şəkilçisidir. 2 feildən feil düzəldən şəkilçisidir. 3 feildən isim düzəldən şəkilçisidir. Baxaq, zaman şəkilçisini izah elədim. Məsəl üçün, oxuyur deyirəm, bitir. Feildən feil düzəltmək. Bunu keçmişdik. Məsəl üçün, yatmaq feilindən yatırmaq. Bişmək feilindən bişirmək. Bax, bu kimi feillər həm indiki zamanda işlənə bilər, həm feilin əmr şəklində işlənə bilər. Niyə görə? Çünki bunlar leksik şəkilçidir. Leksik şəkilçi olanda feilin əmr formasında olur. Məsəl üçün, deyirəm ki, yeməyi bişir, uşağı yatır, atı qaçır. Düzdür? Yazını köçür. Əmr oldu. Bir də desəm ki, at qaçır. İndi. Aysa oldu. Yemək bişir. İndi. Düzdürmü? Uşaq yatır. İndi. Buna diqqətli şəkildə fikir verin uşaqlar. Çünki suallarınızdan nə qədər belə qarşınıza çıxacaq olanlar var. Bu mövzu ilə bağlı. Feildən isim düzəldən, məsəl üçün, kəsmək feilindən kəsir ismi var idi, gəlmək feilindən gəlir ismi var idi, yatmaq feilindən yatır, yəni xəzinə ismi var idi ki, bunları da keçmiş isimləri keçəndə. Düzdür? İçəri sanki biraz artıq soyuq oldu, yoxsa mənə elə gəlir. İstidir. İstidən ziyan gəlməz bala, əsas soyuq olmaz. Keçdik. Yazır sizə. Bunlar qeydini vermişəm deyəsən. Gələcək zaman. Gələcək zaman uşaqlar neçə cür olurdu? 2 cür olurdu. Qəti gələcək zaman, bir də qeyri-qəti gələcək zaman. Qeyri-qəti gələcək zaman düzəlir ar üstü 2 şəkilçisindən. Hərəkətin gələcəkdə yerinə yetiriləcəyini natamam şəkildə deyir. O, inşallahla işlənən cümlələrdir. İnşallah oxuyar, inşallah gələr, baxar, bilər. Qəti gələcək zaman isə hökümlü şəkildədir. Oxuyacaq, gələcək, görəcək, biləcək və s. Oldu mu? Ar şəkilçisi də, acaq şəkilçisi də amonim şəkilçilərdir. Ara birinci baxırıq. 1 zaman şəkilçisidir. 2 feildən isim düzəldən, feildən sifət düzəldən, feildən feil düzəldən şəkilçisidir. Zaman şəkilçisinə baxırıq ki, necədir? Oxuyar, yazar, bilər və s. Feildən isim düzəldir. Məsəl üçün, dəymək feilindən dəyər ismi, açmaq feilindən açar ismi, leksi şəkilçi. Feili sifət, feildən sifət düzəldir. Məsəl üçün, baxın, yanmaq feilindən yanar şam, axmaq feilindən axar su. Düzdürmü? Feildən feil necə düzəldəcək? Çıxmaq feilindən çıxarmaq, qopmaq feilindən qoparmaq.
Bax, bu bayaqlarım ırla bağlı izah elədiyim sözlərin cərgəsində qarşınıza çıxa bilər. Cümlədə işlənir ki, hansı feili həm indiki, həm də keçmiş zamanda işlədə bilirik, düşünə bilirik. İndi, çıxardı feilini desəm ki, indiki zamandır, gələcək zamandır. Siz deyə bilərsiniz, yox müəllim, keçmiş zamandır. Deyə bilərsiniz də. Bəli, deyir ki, əlini toxundursan yerindən çıxardı. Qeyri-qəti gələcək zamanın idi hissəciyindən işlənmiş forması. Çıxardı. Çıxa bilərdi yəni. Bir də deyirəm ki, əlini atıb, onu yerindən çıxardı. Vurğu artıq sona düşəndə bu qrammatik, bu leksik olur. Vurğu burada olanda isə hər ikisi qrammatik olur. Niyə? Biri zaman olur, biri də hissəci olur. Başa düşdünüz? Alim, başa düşdün? İnşallah. Mədinə, yuxun gəlmir bana? Keçirik acaq şəkilçisinə. Acaq şəkilçisi bir zaman şəkilçisidir dedim. Feili sifət şəkilçisidir. Məsəl üçün, deyiləcək söz. Deyiləcək söz. Oxunacaq kitab. Hazırlanacaq yemək və s. Bir də nə var? Acaq. Feildən isim düzəldir. Məsəl üçün, yanmaq feilində nə yaranır? Yanacaq. Allah səni qorusun. Dayanmaq feilindən dayanacaq və s. və ilaxirə və başqaları. Əli, başa düşdün? Yuxun gəlir əli, gözlərin qıpqırmızıdır. Bunlar da bizim zaman şəkilçilərimiz. Təsriflənən feil və içində şəxs sonluqları, zamanlar da daxil olmaqla hamısı qrammatik şəkilçilərdir. Bəs qrammatik məna növ şəkilçiləri necə idi, Ramal? Ramal, qrammatik məna növ şəkilçiləri necə şəkilçiləri idi? Dəniz? Leksik şəkilçi. Düz deyir, Üzeyir. Qrammatik məna növ şəkilçiləri. Leksikdir, qrammatik. Daş düşsün başıma sənin, yazıqsan. Leksik şəkilçi. Hətta dedim ki, baxın uşaqlar, burada qrammatik söz var. Bu sizi saçdırmasın. Feildən feil düzəldən şəkilçilərdir da. Qrammatik olur. Yoxdur böyük uşaq. Keçdik növbəti arzu şəkli. Arzu, sənin şəklin. Arzu şəkli feillərin kökünə, başlanğıc formasına və inkarlıq şəkilçisindən sonraya A üstü 2, sonu saitlə bitənlərə ya üstü 2 şəklində artırılaraq düzəlir. Uşaqlar, əmrdə, arzuda, şərtdə, vacibdə, lazımda. Hamısı gələcək zaman məzmunu bildirir. Yadınızda qalsın. Kaş ki dərslərini oxuya və yaxud da mən oxuyam. Bax, bu formada olacaq. Oxu, arzu, şəxs sonluğu. Kaş ki sən oxuyasan, kaş ki o oxuya. Neçənci şəxsdə olmadı? Üçüncü şəxsdə şəxs sonluğu qəbul eləmədi. Kaş ki biz oxuyaq, oxuyaq. Kaş ki siz oxuyasınız, bütöv formada. Kaş ki onlar oxuyalar. Belə. İndi baxın uşaqlar. Arzu şəklinin şəkilçisi, A şəkilçisi, özü amonim şəkilçidir. Nə ilə? 1. Gölünlük alınan, sonra adlardan feil düzəldən şəkilçi kimi, bir də arzu şəklinin şəkilçi kimi. Bunu bildik. Gölünlük al kimi məktəbə, sinifə, əliyə, vəliyə, pirvəliyə və s. Adlardan feil düzəldən necə olmuş olacaq uşaqlar? Məsəl üçün, yaş ismindən yaşamaq. Yadınızdadır mı? Boş sifətindən boşamaq. Qan ismindən qanamaq və s. Amonim şəkildir. İndi, arzu şəklində bizim problemimiz nədə ola bilər? Bunu əmr şəklində deyəcəkdim, amma burada demək daha məqsədə uyğundur. Ağ şəkilçisindən düzələn feillərin, uşaqlar, hansının əmr, hansının arzu şəklində olduğunu dəqiq demək olmur.
Və bunlar iki cür təhlil olunurlar. Məsəl üçün, oxuyaq feilini deyə bilərsinizmi hansı şəkildədir? Siz desəz arzu, mən də deyəcəm əmr və hər ikimiz də düz çıxacaq. Cümlə daxilində ancaq biz bunu biləcəyik ki, əgər arzu şəklində olduqda kaş, gərək, təki kimi arzu ədatlarından işlənirsə, o zaman bu olacaq nə? Arzu şəkli. Gəl, di, qoy və s. kimi əmr ədatlarından işlənəcəksə, bu olacaq nə? Əmr şəkli. Gəl dərsimizi oxuyaq. Burada artıq oxuyaq bir dənə qrammatik şəkli kimi götürüləcək. Kaş ki dərsimizi oxuyaq dediyimiz təqdirdə isə kaş ki oxuya arzu şəkli, qı isə aq şəkilçinin şəxs sonluğu. Bununla bağlı həm 8-ci sinifin testlərində suallar var. Həm də indi qarşımıza çıxacaq 7-ci sinif mövzuları. Başa düşdünüzmü? Yunuslu. Anladıq? Gözəl. Növbəti uşaqlar. Şərt şəkli. Şərt şəkli. Şərt şəkli düzəlir sağ üstü 2 şəkilçisi ilə. Şərt şəkilçisi ilə işlənən feillərdən sonra hər zaman vergül qoyulur. Hər zaman vergül qoyulur. İndi Zəhra, şərt şəklinin digər şəkillərdən çox önəmli bir fərqi var. Heç vaxt müstəqil, bu cümlə maraqlıdır, bir dənə də testdə qarşımıza çıxacaq. Heç vaxt müstəqil cümlənin xəbəri olmur. Baxın, müstəqil cümlənin xəbəri olmur. 1. Amma müstəqil xəbər olur. Bu cümləni sizə misallarla izah edin. Müstəqil xəbər olsa da, müstəqil cümlənin xəbəri olmur. Nə deməkdir? Deməli, uşaqlar, şərt şəkli həmişə tabeli mürəkkəb cümlənin tərkibində işlənir. Hər zaman tabeli mürəkkəb cümlənin tərkibində işlənir. Və şərt şəklinin işləndiyi cümlə həmişə asılı cümlə olur. Yəni, budaq cümlə məsələsi var. Bunu inşallah sizlə bu ilin sonunda, imtahandan sonra keçəcəyik. Geçək deyir. Məndə də olur, deyən görüm. Hə, olurmuş. İndi baxın. Xüsusi bir mövsüm sizlə açarıq uşaqlar. Barmaq şıtlatma mövsümü. Allahın köməkliyi ilə orada indi öyrənənlər, bilməyənlər də öyrənərlər. Əgər oxusa, qiymət alar cümləsində uşaqlar. Ağ eləməyin də. Qovacam küllü kömalamınızı. Bax, bu cümlə, uşaqlar, bu cümlə tabeli mürəkkəb cümlədir. Və sağ şəkilçisi olan həmən bu söz cümlədə xəbərdir. Amma bu söz, bax, bu cümlə var, birinci cümlə. Birinci cümlə budaq cümlədir. Budaq cümlə isə asılı cümlədir. Asılı. Asılı cümlənin işarəsi budur. İkinci cümlə isə baş cümlədir. Yəni, əsas cümlədir. Əsas cümlənin işarəsi budur. Bu, sizlə geniş-geniş keçəcəyik Allahın köməkliyi ilə. Şərt şəkilçisinin işləndiyi hər bir cümlə budaq cümlə olaraq baş cümlədən asılı halda olur. Və bu asılı cümlə olduğu üçün də nə deyirik? Deyirik ki, şərt şəkli heç vaxt müstəqil cümlənin xəbəri olmur. Yəni, həmişə nə olur? Asılı cümlənin xəbəri olur. Amma müstəqil xəbər olur. Harda olursa olsun feilin şəklidirsə, müstəqil şəkildə xəbər olacaq. Başa düşdünüz? Allah sizi qorusun. Gözəl. Şərt şəklində də, üçüncü şəxsdə arzu şəkli kimidir. Baxın, belə olur. Mən oxusam, sən oxusan, o oxusa. Nə oldu? Üçüncü şəxsdə şəxs sonluğu yoxdur. Biz oxusaq, siz oxusanız, onlar oxusalar bu formada. Və vurğu qəbul edirlər. İndi isə hissəci ilə qarışdırmama, tamam, onu hissəciklərdə izah edəcəm. 5-ci, lazım şəkli. Bayaq arxadan hansısa bir gözəl şəxsiyyətin ifadəsi oldu. Oxuyasıyam. Lazım şəkli düzəlir ası üstü 2 şəkilçisindən
Sənin yuxunu qaçırtmağın fərqli versiyaları var. Ən rahatı şapalaqdır. Gəlim. Əli. Hə, Nihat da yatırmış. Yaxşı, bağışda. Deməli, ası. Uşaqlar, mən dərsimi oxuyasıyam. Baxın, oxuyasıyam. Sən oxuyasısan, o oxuyasıdır və s. Burada ası şəkilçisi var. Ası şəkilçisi lazımın şəkilçisidir və ası şəkilçisi də yerinə görə amonimdir. Bir, feili sifət şəkilçisidir, bir də lazımın şəkilçisidir. Lazımın şəkilçisi olanda həmişə yadınızda qalsın, istisnasız olaraq cümlənin xəbəri olur və nə edəsiyəm sualına cavab verir. Nə edəsiyəm? Feili sifət olanda hər hansısa bir isimdən əvvəldə gəlir. Umud. Əvvəldə gəlir və sifətin sualına cavab verir. Məsəl üçün, oxunası dərs və yaxud da kitab. Necə kitab, necə dərs və yaxud da hansı dərs? Burada artıq nə olacaq? Feili sifətin şəkilçisi olacaq. Bunu yenə də feili sifəti keçəndə daha dəqiq inşallah ki, həkk eləyəcəksiniz başınıza. Oxunası dərs. Sənə deyiləsi sözün var. Deyiləsi sözdəki deyiləsi lazım şəkildə yoxsa feili sifət? Feili sifət niyə? Çünki hansı sualına cavab verdi. Amma bu söz sənə deyiləsidir desək, nə ediləsidir? Bəli, burada artıq lazım şəkil olmuş olacaq. Lazım şəklin, uşaqlar, inkarı digər şəkillər kimi ma üstü 2 inkar şəkilçisindən düzəlmir. Nə ilə düzəlir? Deyil inkar hissəciyi ilə düzəlir. Yəni, oxuma ya sıyam yox, oxuyası deyiləm. Başa düşdümə qardaş? Tamam. Altıncı. Vacib şəkil. Feilin vacib şəkli. Lazımdan fərqli olaraq mənada biraz daha dəqiqlik var. Vaciblik var. Vacibdir deyirəm. Vacib işim var sənin. Nə olur? Bu dərsi oxuyasıyam. Oxumaya da bilərəm. Görürsünüz, biraz lazım vacibə nisbətən yüngüldür. Dərsi oxuyasıyam, elə deyilsəm, oxumaya da bilərəm. Amma bu dərsi oxumalıyam deyəndə artıq nə olur? Mütləqlik var yəni. Mütləq oxumalıyam. Vacib şəkil biraz daha ağırdır, samballı belə. Ağır xasiyyətli şəkildir. Vacib düzəlir malı üstü 18 ilə. Malı üstü 2 şəkilçisindən. Malı məli. Bu sözü sənə deməliyəm. Dərsini oxumalısan. Oxumalıdır və s. və s. Bu kimi. Vacib şəklinin inkarı lazımdan fərqli olaraq həm ma ilə düzələ bilir, həm deyillə düzələ bilir. Hər ikisindən. Yəni, deməli deyiləm və yaxud da deməməliyəm. Yəni, hər ikisi də plus. Hər ikisində də plus qoyduq. İkisindən də uyğundur. Vacib şəklinin şəkilçisi də, uşaqlar, malı şəkilçisi də nədir? Amonim şəkilçisidir. Həm feili sifətdir, həm də vacib şəklinin şəkilçisidir. Feili sifətlə vacib şəklini qarışdırmamağın yenə yeganə yolu baxmaq lazımdır ki, vacib şəkil olanda cümlənin sonunda gəlir və həmişə feilin sualına cavab verir. Mən bu sözü sənə deməliyəm, nə etməliyəm? Deməliyəm deyəndə necəyəm, necəliyəm deyə bilirik, hansıyam deyə bilirik, xeyr. Amma sənə deyilməli sözüm var. Ay sağ ol, necə sözüm var sənə? Düzdür? Oxunmalı dərslərim tökülüb qalıb və yaxud da oxunası dərslərim. Hər ikisində artıq ismə aid olur, sifət kimi ismin əvvəlində işlənir və onu təyin edir müxtəlif cəhətlərdə. Belədir bu sual? Nə gözəl. Kimə çatmadı hər hansısa bir hissəsi? Bilirəm, 5 dəqiqə işləyibdi, amma bitirməmişik uşaqlar. Aynırəm, amma bugün biraz fədakarlıq eləyin. Problem yoxdur. Allah razı olsun. Uşaqlar, növbəti dərsimiz hissəciklər. Yəni, idi, imiş və isə hissəcikləri. Diqqətli olun, bir də tez bunu izah edeyim sizə. İnanıram ki, bir-birimizi başa düşəcəyik. Baxın,
İdi, imiş isə hissəcikləri nə ilə qarışdırılır? Şəkilçi formasında zamandan, şəkilçi formasında zamandan və şəkilçi formasında şərt şəkilçisindən. Bunları qarışdırmamağın ən gözəl yolu nəyi bilməkdir uşaqlar? 1. Hissəciklər feilə artırılanda heç vaxt feilin kökünə, heç vaxt başlanğıc formasına və inkar şəkilçisindən sonraya artırıla bilmir. Bax, ən önəmli məsələ budur. Şəkilçiləri tapmaqda. Hissəciyi axtarırsansa, baxacaqsan, feilin harasını artırılıbdır. Məsəl üçün, deyək ki, baxdı. D hissəcik ola bilərmi? Xeyr, niyə? Çünki birbaşa kökü artırılıb. Demək ki, bu zamandır. Baxıldı. Hara artırıldığına baxırıq. Kök, leksi şəkilçi zaman başlanğıc formaya artırıldı. Demək ki, nədir? Zamandır. Və yaxud da bax, baxma, inkar, baxmadı. Baxdıq ki, inkarlıqdan sonra artırılıb. Demək ki, zamandır. Bəs nə zaman hissəcik olur? Hissəcik olduğu təqdirdə zaman şəkilçilərindən və digər təsriflənən, yəni şəkil şəkilçilərindən sonra işlənmiş olur. Baxaq. Yazmışdı. Yadınızda qalsın. Artırılan birinci şəkilçi həmişə şəkil olur. Artırılan ikinci oxşar şəkilçi isə nə olmuş olur? Hissəcik olmuş olur. Baxırıq, yazmışdı. Birinci gəldi. İki qayda var. Birinci şəkil, ikinci hissəcik. Bunu yadınızdan çıxartacağız. Sözün birbaşa kökünü artırıla bilmir. Demək ki, mış zaman olacaq. D nə olacaq? Hissəcik olacaq. Həmçinin D-nı ayrı yazılaraq, ayrı deyərək ayıra bilirik. Bax, yazmış idi, oxumuş idi, gəlir isə, sağlamam. Məsəl üçün, gəlirsə deyəndə sözün kökü ir, təbii ki, zaman. Bu isə nə olacaq? İsə hissəcik olmuş olacaq. Düzdür? Sonra, burada bir dənə bir şey yadımızda saxlayırıq ki, hissəciklərin heç biri əmr şəklində artırılmır. İsə hissəciyi isə nə əmrə, nə arzuya, nə də şərtə artırıla bilmir. Kaş gələ isə, kaş gəlsə isə deyə bilmirik yəni. Oldu mu? Mış şəkilçisi, mış hissəciyi, mışın özünün üstünə artırıla bilir. Məsəl üçün, dərslərini sən demə oxumuş imiş, oxumuşmuş da deyə bilirik. Çox qarşımıza çıxmasa da, çox cəmiyyətdə belə istifadə eləməsək də, yəni bu şey aktivdir. Belə bir şey var. Həmçinin bu şeyi yadda saxlayırıq. D zaman şəkilçisi nə idi hissəciyini, nə də imiş hissəciyini qəbul etmir. Oxudu idi deyə bilirik, oxudu imiş deyə bilirik, xeyr. Amma mış zaman şəkilçisi həm idi hissəciyini, həm də imiş hissəciyini qəbul eləyə bilir. Hamısı bunların testdə sizin qarşınıza çıxacaq şeylərdir. Oldu mu? Ondan sonra bir də bir şey qeyd edin. Bir sözdə heç vaxt iki şəkil şəkilçisi işlənə bilməz. Bu da üçüncü ayırma qaydası. İki şəkil şəkilçisi yoxdur. Baxırıq, ır var, mış var. Bu heç vaxt iki şəkilçi ola bilməz, iki şəkil ola bilməz. O zaman nədir? Biri hissəcikdir. Hə, müəllim demişdi ki, sözün kökünə qoşula bilmir. Kökə də qoşulan onda zamandırsa 100% ikinci hissəcik. Başa düşdünüz? Sonra mən bunları sizə görə deyirəm. Gedəndə ev aparmıram, yəni önəmli də deyil. Bir sözdə iki hissəcik işlənə bilər. Bir sözdə iki hissəcik işlənə bilər. Necə işlənə bilər? Məsəl üçün, oxuyursa da deyə bilərik, yəni isə hissəciyi, oxuyurmuşsa, oxuyurmuşsa, niyə cavab vermirmiş? Gördünüz mü? Sözün kökü oxu, zaman, oxuyur imiş hissəcik, oxuyur imiş isə hissəcik. Başa düşdünüz uşaqlar?
Bu qədər. Hissəcik həm şəxs şəkilçisindən əvvəl gələ bilər, həm də sonra gələ bilər. Oxuyursanmış, oxuyurmuşsan. Bax, bunu da deyim. Ondan sonrası, mən bunu sizdən soruşanda bilməyin. Görün ki, tez tələsik, tez bazar dəftər kitab yığmaq nətər olur. Bu qədər.